Ölkə üzrə heyvan bazarlarında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinqlər göstərir ki, oktyabrın 25-dən etibarən fəaliyyəti müvəqqəti dayandırılan bazarlarda yenidən qurma və sanitar gigiyenik tələblərə uyğunlaşma prosesi davam edir. Bəzi regionlarda bazar sahibləri tələblərin icrasına sürətlə başlayıb, ərazidə geniş miqyaslı təmir və infrastruktur yeniləməsi aparır. Zaqatala rayonundakı heyvan bazarında yenidən qurma prosesi artıq başlayıb. Ərazidə dezobariyerlərin quraşdırılması, heyvanların saxlanılması üçün sahələrin yenilənməsi, ərazinin təmizlənməsi kimi işlər görülür. Həmçinin baytar nəzarəti üçün zəruri infrastruktur yaradılır. Bazara remont edirik, təzədən bərpa edirik, mövsi tikirik, mal qara üçün günəşə yağışın altında qalmasın deyə, dezobariyer düzəltmişik girəcəkdə. Hər şey elədik ki, təzədən bazar açmaq üçün Allah qoysa işlərini görürük. Bərdədə də təmir işləri davam edir. Belə ki, bazar ərazisində asfaltlanma işləri aparılır. Heyvanların yemlənməsi üçün xüsusi yem anbarı tikilir. Üstü bağlı heyvan saxlanma sahələri qurulur. Bazarın giriş-çıxış nöqtələrində dezobariyerlər quraşdırılır. Xəstə heyvanların ayrılması üçün izolyator sahəsi yaradılır. Bundan əlavə ərazidə abadlıq və yaşıllaşdırma işləri də görülür. Qida Agentliyi tərəfindən verilən tapşırıqlar layiqincə yerinə yetirilir. Hal-hazırda dəfələrlə Qida Agentliyinin nümayəndələri gəlir, verdiyi layihə var. O layihəyə uyğun hal-hazırda bu günlərim layihəyə uyğun işlər gedir. Amma təəssüflər olsun ki, agentlik tərəfindən aparılan ümumi monitorinqlər onu göstərir ki, bəzi heyvan bazarlarında hələ də təmir və rekonstruksiya işlərinə başlanılmayıb. Təəssüflə bildiririk ki, apardığımız monitorinqlər nəticəsində müşahidə edirik ki, bəzi heyvan bazarlarında hələ də oktyabrın 25-dən etibarən məhdudiyyət, yəni qoyulduğu dövrdən bu günədək 20 gün müddətində, hətta 20 gündən artıq bir müddətdə hələ də heç bir işlər görülmür. Buradan həmin heyvan bazarlarının sahiblərinə xəbərdarlıq edərək bildiririk ki, bu heyvan bazarlarının fəaliyyəti mümkün olmayacaq. Aparılan monitorinqlər zamanı bəzi bazarlarda satış və baytar nəzarəti üçün sahələrin olmaması, dezobariyerlərin quraşdırılmaması, baytarlıq sanitariya tələblərinə əməl olunmaması və ümumi antisanitar vəziyyətin hökm sürməsi müəyyən edilib. Eyni zamanda bazar ərazisində ictimai iaşə müəssisələrinin fəaliyyətinə yol verilmir. Amma təəssüf ki, bəzi bazarlarda bu halada rast gəlinir. Agentlik bir daha bildirir ki, görülən işlərin yekunu və bazarların fəaliyyəti bilavasitə bazar sahiblərindən asılıdır. İnfrastrukturun normativ tələblərə uyğun şəkildə tam yenilənməsi, uyğunsuzluqların aradan qaldırılması və agentliyin yekun qiymətləndirməsindən sonra həmin bazarların fəaliyyətinə icazə veriləcək.